Rəhməti geniş, növbə-növ məxluqatı yaradan, hikməti ilə yaratdıqlarını möhkəmlədən, heç bir şeyin gizli olmadığı və tapşırılan əmanətləri tələf etməyən, hər kəsin əməlinə mükafat verən, hər bir qani olanın işlərini səhmana salan, nalə edənlərə rəhm edən, əhatəli kitabı elm və təfəkkür nuru olaraq nazil edən və bütün mənfəətləri göndərən yalnız sənsən. Sən duaları eşidən, kədəri aradan qaldıran, məqamları yüksəldən, zalimları alçaldaraq zəlil edənsən. Səndən başqa heç bir tanrı, sənin tayın bərabərin və bənzərin yoxdur. Sən eşidən və görən, dəqiq və agah və hər bir şeyə qadirsən. İlahi, mən sənə aşiqəm və mən sənin ilahiliyini iqrar edirəm. Həqiqətən sən mənim Rəbbimsən və dönüş yerim də sənə tərəfdir. Mən məxluqat arasında mövcud olmazdan öncə rəhmətinlə məni xəlq etdin. Məni torpaqdan yarattın və daha sonra məni ruzigarın hadisələri və zamanın dəyişilməsindən amanda qaldığım halda nütfədə yerləşdirdin. Mənə olan mehribanlıq, lütf və ehsanın üzündən məni, sənin əhdini pozub peyğəmbərlərini təksib edən küfür başçılarının hakimiyyəti zamanı deyil, məndən qabaq hidayət nurunun gəldiyi bir vaxtda dünyaya gətirdin. Beşikdə körpə olduğum halda məni hifz etdin. Müqəddəs ana südü ilə qidalandırdın, dayələrin qəlbini mənə qarşı mehriban etdin və mehriban anaların vasitəsilə mənə zamin oldun. Cinlərin şərindən qorudun və xilqətimi çatışmazlıqdan amanda saxladın. Sənin məqamın ucadır, ey mehriban və bağışlayan Allah. Hətta dil açıb danışmağa başladığım zaman fitrətim kamil olana və gücüm mötədil həddə yetişənə qədər bol nemətlərini məndən əsirgəmədin. İlbeyl məni böyüdüb boya başa çatdırdın. Sonra mərifətini mənə ilham edərək höccətini tamamladın. Hikmətinin qəribəlikləri ilə məni heyrətə saldın. Yer və göylərdə xəlq etdiyim məxluqatları müşahidə etmək üçün məni agah etdin. Səni xatırlamaq və nemətlərinə şükr etməyi mənə öyrətdin. Sənə itayət və ibadəti mənə vacib etdin. Sənə şükr etdikdə nemətlərini artırdın. Bütün bunlar mənə verdiyin nemətlər və etdiyin ehsanın tamamlanması üçün idi. Sən pak və bütün eyiblərdən uzaqsan. Məxluqatı yaradan və xilqəti geri qaytaran, sitayiş edilən əzəmətli, adları müqəddəs və nemətləri böyük Allah, pak və bütün eyiblərdən uzaqsan. İlahi, hansı nemətlərini sahib qurtarmaq və verdiyin nemətlərdən hansının şükrünü yerinə yetirmək olar? Sən danışan kitabın doğru xəbərində bildirmisən ki, əgər Allahın nemətlərini saymaq istəsəz, onları heç vaxt sahib qurtara bilməzsiniz. İlahi, kitabın və verdiyin xəbərlər doğrudur. Allahın salamı olsun Həzrəti Muhammədə və onun pak əhli beytinə. İlahi, məni səni görürmüş kimi səndən qorxanlardan qərar ver. Təqvalı olmaqla, səndən qorxmaqla məni səadətə çatdır. Sənə itayətsiz etməklə məni bədbəxt etmə. Tez göndərdiklərinin təxirə düşməyəcəyi, təxirə saldıqlarının tez gəlməyəcəyi qədər əmrinlə mənə xeyir nəsib et. Qəza qədərini bərəkətli et. İlahi, vücudumda ehtiyatsızlıq, qəlbimdə yəqin, əməlimdə ixlas və gözlərimdə nur yerləşdir. Dinimi bəsirətli et. Bədən üzvlərimdən məni faydalandır, göz və qulağıma mənə 2 varis təyin et. Zalimlara qarşı mənə yardımcı ol
onlardan intiqam almaq və onlara hakim olmağı mənə göstərməklə mənə göz aydınlığı ver. İlahi, qəm qüssəmi dağıt, eyiblərimi ört, xətalarımı bağışla, şeytanı uzaqlaşdır, üzərimdə haqqı olanların haqqını halal et, dünya və axirətdə mənə yüksək məqam ver. Ömrümün qalan hissəsində gecə və gündüz bir-birini əvəz etdikcə mənə kömək et. Mənə dünyanın qorxusu və axirətin qəm qüssəsindən nicat ver. Zalimların yer üzündə törətdiyi şər işlərdən qoru. İlahi, qorxduğum şeylərdən mənə yetərli ol. Məni və dinimi hifz et. Məni öz nəzərimdə kiçik, insanların nəzərində isə böyük et. Cinlərin və insanların şərindən uzaq tut. Günahlarıma görə məni rüsvay etmə. Özündən başqasına həvalə etmə. İlahi, məni kimə həvalə edirsən? Yaxınlara həvalə edirsən ki, məni tək qoysunlar? Yoxsa özgələrə həvalə edirsən ki, mənə üzlərini turş utsunlar? Sən mənim Rəbbim və ixtiyar sahibim olduğun halda məni zəiflətmək istəyənlərə mi həvalə edirsən? İlahi, qəribliyim, evimin uzaqlığı və işlərimi ixtiyarında qoyduğun şəxs qarşısında zəlilliyimdən sənə şikayət edirəm. Öz qəzəbini mənə nazil etmə. Mənə qəzəblənməyindən başqa heç bir şeydən qorxum yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan. Sənin sağlamlıq bəxş etməyin daha genişdir. İlahi, məni cəzalandırmazdan öncə qəzəbini rəhmət və lütfə çevir. Səndən başqa heç bir tanrı yoxdur. Sən möhtərəm şəhərin, xeyir bərəkət nazil etdiyin və cəmaat üçün əmin-amanlıq yerinə çevirdiyin qədim evin, Kəbənin Rəbbisən. Ey həlmi ilə böyük günahları əhv edən, ey fəzli ilə böyük nemətlər verən, ey kərəmi ilə böyük şeylər ehsan edən, ey çətinlik zamanı mənim ehtiyatım, ey tənhalıq zamanı həmsöhbətim, ey bəla zamanı fəryadıma yetən, ey mənə verdiyi nemətlərin sahibi, ey ata-babalarımın, İbrahimin, İsmailin, İshak və Yaqubun məbudu, ey Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, ey Peyğəmbərlərin sonuncusu Muhammedin və onun seçilmiş əhl-i beytinin Rəbbi, ey Tövratı, İncili, Zəburu və hikmətli Quranı nazil edən, sən mənim sığınacaq yerimsən. Əgər sənin rəhmətin olmasaydı, mütləq həlak olanlardan olardım. Sən mənim xətalarımı bağışlayansan. Əgər eyiblərimi örtməsəydin, mən rüsvay olardım. Sən düşmənlər müqabilində məni öz köməyinlə dəstəkləyənsən. Əgər yardımın olmasaydı, mən məğlub olardım. Ey ucalıq və əzəməti özünə məxsus, izzəti ilə dostlarını ucaldan, ey gözlərin xəyanətini, qəlblərin gizlətdiyini, zaman və ruzigarın hadisələrinin qeybini bilən, ey necəliyini özündən başqa bir kəsin bilmədiyi, ey onu özündən başqa bir kəsin tanımadığı, ey Yusifi quyudan çıxaran, qul olduqdan sonra onu iqtidar sahibinə çevirən, ey gözləri ağlamaq və qəm-qüssədən kör olduqdan sonra onu səbirli atası Yaquba qaytaran, ey Əyyubdan xəstəlik və bəlaları dəf edən, İbrahimə qoca yaşlarında nəsib olan oğlunu qurban kəsməkdə mane olan, ey Zəkəriyyənin duasını qəbul edərək ona Yəhyanı əta edən, onu tək və yalqız qoymayan, ey Yunisi balığın qarnından çıxaran, ey dəryanı İsrail oğulları üçün yararaq onlara nicat verən, Fironu və onun qoşununu suda qərq edərək məhv edən Allahım, sənin ədalətindən sənin özünə sığınıram. İlahi, əgər mənə əzab versən, bu mənim əleyhimə olan dəlil və günahlarıma görədir.
Əgər məni əhv etsən, bu sənin səbirli və ehsan sahibi olmağındandır. Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və bütün eyiblərdən uzaqsan. Bu gecə bəndələrinə əta və ehsan etdiyin, daim təzələdiyin nemətlərin ən fəzilətlisini mənə də bəxş et. Məndən bəlanı dəf et. Qəm-qüssəmi aradan qaldır. Duamı qəbul et. Pis işlərimi gizlə. Həqiqətən sən istədiyinə lütf edən, hər şeydən agah və hər şeyə qadirsən. İlahi, sən çağrılanların ən yaxını, qəbul edənlərin ən sürətlisi, əhv edənlərin ən kəramətlisi, bəxşiş edənlərin ən səxavətlisisən. Ey ehsan edənlərin ən əlaçığı, yəqin etdiyimiz halda sənə üz tutmuşuq. Sənin möhtərəm evini, Kəbəni ziyarət etməyi qəsd etmişik. Həcc əməllərini yerinə yetirməkdə bizə yardım et. Həccimizi kəmala yetir. Bizi bağışla. Bizə sağlamlıq bəxş et. Günahlarımızı etiraf etdiyimiz, xar və zəlil olduğumuz halda əllərimizi sənin dərgahına qaldırmışıq. İlahi, bu gecə səndən istədiklərimizi bizə əta et və işlərimizdə bizə yetərli ol. Səndən başqa bizə yetərli, səndən savayı hökmü bizə nüfuzlu, elmi bizi əhatəli və mühakiməsi ədalətli Rəbbimiz yoxdur. Bizim üçün xeyirli olanı hökm et. Günahlarımızın hamısını bağışla. Bizi həlak olanlarla birgə həlak etmə. Mehribanlıq və rəhmətini bizdən əsirgəmə. Ey eşidənlərin ən yaxşı eşidəni, ey görənlərin ən bəsirətlisi, ey haqq hesab çəkənlərin ən sürətlisi, ey mehribanların ən mehribanı, Həzrəti Muhammed və Muhammedin əhl-i beytinə salam yetir. İlahi, hacətimi rəva qıldıqdan sonra məni digər şeylərdən məhrum etsən də, zərər görməməyimi səndən istəyirəm. Əgər onu məndən əsirgəsən, nə versən də daha mənə fayda verməz. İlahi, məni cəhənnəm odundan azad etməyini istəyirəm. Səndən başqa heç bir tanrı yoxdur. Sən tək və şəriksizsən. Mülk yalnız sənindir və həmd səna yalnız sənə məxsusdur. Sən hər bir şeyə qadirsən, ey Rəbbim. İlahi, qəni və zəngin olduğum zaman sənə möhtac idimsə, fəqirliyimdə necə möhtac olmayım. Elmli olduğum zaman nadan idimsə, cahilliyimdə necə nadan olmayım. Mənə nisbətdə necə də rəhimlisən. Sən mənə nə qədər yaxın, mən isə səndən necə də uzağam. Mənə bu qədər mehriban olduğun halda, görəsən mənimlə sənin aranda maniyə nədir? İlahi, zəlillik və xarlığım dilimi lal etsə də, sənin kəramətin məni dilə gətirir. Pis xüsusiyyətlərim məni məyus etsə də, ehsanlarım məni iştahlandırır. Ey Rəbbim, həqiqətən günahlarım sənə zərər getirməz və məni bağışlamağın səndən nəyisə azalda bilməz. Elə isə səndən bir şey azaltmayan şeyləri mənə əta et və sənə zərər verməyənləri də bağışla. İlahi, mənim pisliklərimə görə ixtiyarındakı xeyir və mənfəətlərdən məni məhrum etmə. Əgər mənim əziyyət və müsibətlərimə görə mənə rəhm etməsən, heç olmasa məni müsibət görmüşlərin əcr və mükafatından məhrum etmə. İlahi, məni öz cəzalarınla ədəbləndirmə və öz dəqiq tədbirlərinlə mənə qarşı tədbir tökmə. Axı mən xeyri başqa hardan tapa bilərəm? Ey Rəbbim, bir halda ki, o yalnız sənin ixtiyarındadır. Axı qurtuluş yalnız sənin lütfünlə mümkün olduğu halda
onu başqa harda axtarım? Nə yaxşı əməl sahibi, sənin lütf, rəhmət və yardımından ehtiyacsız olmuş, nə də pis işlər görüb sənə qarşı cürətkar olan və əməlləri ilə səni razı salmayan biri qüdrətinin əhatəsindən kənara çıxmışdı. Ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, səni özünlə tanımışam və məni özünə doğru sən yönəltmisən. Öz dərgahına sən dəvət etmisən. Əgər sən olmasaydın, mən sənin kim olduğunu bilməzdim. Həmid sənə o Allaha məxsusdur ki, məni çağırdıqda tənbəllik etməyimə baxmayaraq, onu çağırdığım zaman duamı qəbul edir. Həmid sənə o Allaha məxsusdur ki, ona borc verməyimi istədikdə, paxıllıq etdiyim halda, mən ondan bir şey istədiyim zaman, onu mənə əta edir. Həmid sənə o Allaha məxsusdur ki, nə zaman istəsəm, onu öz ehtiyacım üçün səsləyir və hər istədiyim yerdə heç bir vasitəçi olmadan onunla gizlində raz-niyaz edirəm. O da istəyimi yerinə yetirir. Həmid sənə o Allaha məxsusdur ki, başqasına deyil, yalnız ona dua edirəm. Başqasına dua etsəydim belə, duama cavab verməzdi. Həmid sənə o Allaha məxsusdur ki, başqasına deyil, yalnız ona ümid bəsləyirəm. Başqasına ümid bəsləsəydim belə, məni naümid edərdi. Həmid sənə o Allaha məxsusdur ki, məni öz öhdəsinə götürüb uca tutdu. Məni insanların öhdəsinə buraxmadı. Yoxsa onlar məni xar və zəlil edərdilər. Həmid sənə o Allaha məxsusdur ki, məndən ehtiyacsız olduğu halda mənə məhəbbət göstərdi. Həmid sənə o Allaha məxsusdur ki, heç bir günahım yoxmuş kimi mənimlə çox mülayim davrandı. Buna görə də Rəbbim mənim üçün hər şeydən daha çox tərifə layiq və mənim həmd sənama daha çox haqqı olandı. İlahi, hacət yollarının sənə doğru uzandığını, sənə bəslənən ümid çeşmələrinin coşub daşdığını, səni arzu edənlər üçün lütf və mərhəmətindən yardım istəməyin asan olduğunu və fəryada yetməyini istəyənlərin üzünə dua qapılarının açıq olduğunu görürəm. Əminəm ki, sənə ümid edənlərin hacətini qəbul edir və kədərlilərin fəryadına yetirsən. Sənin ehsan və bəxşişlərin üçün nalə etməkdə və sənin hökmünə razı olmaqda paxılların başqalarını məhrum etdiklərinin əvəzi var. Eləcə də dünyaya həris olanların əllərində olanlardan ehtiyacsızlıq vardı. Əminəm ki, sənin dərgahına tərəf istiqamət alanların yolu qısadır və sən bəndələrə gizli deyilsən. Yalnız onların pis əməlləri səninlə onlar arasında maneə yarada bilər. Məni dinləməyinə və bağışlanmaq diləməyimi qəbul etməyinə layiq olmadığım halda, məhz ehsan və kərəminə etimad etdiyim, mərhəmət edəcəyinlə bağlı verdiyin vədlərin doğru olmasına əmin olduğum və sənin təkliyinə iman gətirməyimə sığındığım üçün, eləcə də mənim səndən başqa bir Rəbbimin olmadığını, səndən başqa bir ilahın olmamasını və sənin tək və şəriksiz olduğunu bildiyinə inandığım üçün, öz istəklərimlə sənə doğru yönəlmiş, hacətlərimlə sənə üz tutmuş, səndən yardım diləmiş və dua edərək sənə təvəssül etmişəm. İlahi, sözün haqq, vədin də doğrudur. Sən özün buyurmusan ki, hacətlərinizi Allahın lütfündən istəyin. Həqiqətən, Allah sizə qarşı rəhimlidir. Ey mənim ağam, bəndələrə bir şey istəməyi əmr etdiyin halda, onlar səndən bir hacət istədikdə, nemət əta etməmək sənin xüsusiyyətlərindən deyil. Çünki sən
rəiyyətinə həddindən çox nemət bəxş edən, onlara məhəbbət və mehribanlıqla lütf edənsən. İlahi, kiçik uşaq olduğum zaman nemət və ehsanlarınla məni böyütdün və böyük olduğum zaman da adımı ucaltdın. Ey bu dünyada məni ehsan, mərhəmət və neməti ilə boya başa çatdıran, axirətdə də bağışlayacağına və ehsan edəcəyinə işarə edən, ey mənim ixtiyar sahibim, sənə olan mərifətim, sənə doğru aparan rəhbər və bələdçim, məhəbbətim isə hüzurunda vasitə və şəfayətçimdir. Mən öz bələdçimin sənə doğru yönəldəcəyindən əmin, şəfayətçim sayəsində sənin əffinə nail olacağıma xatircəməm. Ey mənim Mövlam, səni günahların lal etdiyi bir dillə çağırıram. Ey mənim Rəbbim, səninlə xətaların həlak etdiyi qəlb ilə raz-niyaz edirəm. Ey Rəbbim, səni qorxan, həvəsli, ümidvar və həyəcanlı bir qəlblə çağırıram. Ey mənim ixtiyar sahibim, günahlarıma nəzər saldıqda qorxur, kərəmini görəndə isə ümidvar oluram. Əgər bağışlasan, mehribanların ən üstünüsən. Əgər əzab versən, zülümkar deyilsən. İlahi, bəyənmədiyin işləri gördüyüm halda səndən hacət istəməyə cürət etməyimə dəlilim sənin səxavətli və kərəm sahibi olmağın, sənə qarşı abır-həyamın az olmasına baxmayaraq, çətinlik zamanı sığınacağım sənin rəhmət və mehribanlığındır. Ümid edirəm ki, bu dəlil və sığınacağım müqabilində arzularımı puç etməyəsən. Belə isə ümidlərimi gerçəkləşdir və duamı eşit. Ey çağrılanların ən yaxşısı və ey ümid edilənlərin ən üstünü. Ey mənim Mövlam, arzularım necə də böyük, əməllərim necə də pisdir. Mənə arzularım qədər böyük miqdarda əffindən əta et və pis əməllərimə görə məni cəzalandırma. Həqiqətən sənin kərəmin günahkarları cəzalandırmaqdan daha uca, həlim və yumşaqlığın isə müqəssirlərlə haqqı hesab çəkməkdən daha böyükdür. Ey mənim Mövlam, sən